Düz 125 ildir ki bu suyla burada yaşayan əhali öz təsərrüfatlarını suvarırlar və lazımi işlər üçün istifadə olunur. Bu su Şeyx Mahmud yaxınlığından təxminən 3 kilometr məsafədən gətirilibdir. 8 il ərzində bu deməli şəhrizlər vurulub, 130-dan çox şəhriz vurulub. Təxminən dərinlikləri də 25-30 metrə qədər olub şəhrizlərin dərinliyi. Və 8 il ərzində bu suyun çəkilişi başa çatdırılıbdır. Və bugünkü gün buranın əhalisi və hərbi hissələr, şəhərdəki ağaçların suvarılması və bir neçə sahələrdə bu sudan istifadə olunur. Deməli, göründüyü kimi tək buranın əhalisi deyil, həm də hərbi hissələrə, ağaçların suvarılmasına bu sudan istifadə olunur. Gördüğünüz kimi çeşmeden akan su buradan aşağı məhəllələrə, evlərə gedir. Müəyyən vaxtlarda deməli həmin bu suyun qabaq tərəfindən təmizlənir ki, rahat buradan axıb aşağı məhəllələrə gedir. Hüsnü xanım, siz Çalbamusa çeşməsinə ən yaxın qalan birinci evdə yaşayırsınız. Bu su sizin işlərinizə yarayırmı? Qonşuların, sizin? Qonşuların da hamının biz xörək də pişiririk, çay da qoyuruq, buz kimi sudur içirik. Ağaçlarımıza da vururuq. 3-4 dənə ağacımız var, nar, tut belə. Qəşəng sudur, gözəl sudur. Buz kimi qəşəng. Biz hər xörəyə vururuq, çay içirik, suyun içirik. Aydındır. Gözəl sudur. Aydındır. Yoldaşım hər gün suyu içdikcə deyirdi, Allah Çalbamusaya rəhmət eləsin. Allah rəhmət O eləsin. ağaçlarda yoldaşım əkib. Oradakı ağaçlara, yuxarıdakı. 19 yaşında deyir, mən o ağaçları çatdım, əkdim ora ki, mən rəhmətə gedəndə adı Səmədidir, Rəcəbov Səməd. Allah rəhmət eləsin Mən rəhmətə yoldaşınıza da, gedəndə hamı Kərbamusuya o da. çölcələnəcəkdə otursunlar, mənə də rəhmət olsunlar. Birinci o burada ev tikir. Deyir, mən aparıb hamısını göstərmişəm, buradan gedir, buradan quyuları çəkilişir. Deyir də gündə Çalbamusa hər gün o çənçan deyirlər də, quyu qazanlara. Onların hərəsinə bir onluq qızıl verib. Ki, quyunu qazsınlar. Sonra deyir, özün ağıl eləyir də yoldaşım. Deyir, quyu çatanda axırıncı quyuda da çənçan deyib ki, Çalbamusa bəy, buradan belə su çıxmayıb, amma çox möhkəm səs gəlir. Qorxuram. Deyib, onda çıx. Çıxıblar, deyir, gecə gediblər, yatıblar, səhər. Bu tərəflər deyir, ev yox idi da, ağaçlıq belə çöllü idi. Deyir, səhər durublar ki, su özü da, o qədər güclü oralardan quyudan gəlir. Deyir, su özü çıxıb. Çalbamusa, deyir, rəhmətli gəlib, burada da erkək dana. Deyir, qurban kəsib paylayıb hamıya bu suya. Allah rəhmət Hər eləsin. çənçanada deyir, gündə bir onluq qızıl verir. Allah rəhmət eləsin həm yoldaşınıza sizin, həm də Çalbamusuya ki, buranın əhalisinin hamısı Yoldaşım bu sudan Allah istifadə edir. Hər gün o sudan istifadə etdikcə deyirdi, Allah Çalbamusaya rəhmət eləsin. Sağ olun Hüsnü xanım, Allah razı olsun sizdən.